kök inanc deyil. Əlbəttə. Yəni öyrədilib ki, böyük başa çat, əziyyətinlə, zəhmətinlə nə lazımdırsa özün elə. Ona görə qadınlar hamısı işləyirdi bu saat. Əlbəttə. Ya burada böyük bir fitva veriblər. Elə ki bunu tapdım. Həmin anda dedim tövbə estağfurullah. Mən necə bir yanlış eləmişəm və egoya qapılmışam ki, mən ancaq öz zəhmətimlə qazanaram. Yəni mən səni saymıram, sənin ruzini də saymıram. Heç sənin rızkı verənin, ruzini verənin sən olduğunu belə saymıram. Ancaq mən çalışsam pul gəlir mənə. Başqa cür imkansızdır. Bu inancdaydım. İnsanlar da bu inancdadır. Gedək bax metroya nə qədər adam minir. Onun minini sorğu eləyək. 999-u da deyəcək ki, indi çalışmasam pul qazanmaq olar. Siz metro nə deyirsiniz? Otaqdakılardan soruşursunuz. Yəni də deyirlər ki, heç çalışmasan pul ala bilərsən. İndi elə dövrdür, yox. Amma baxın, o çox zəngin və çox pul olan adamlar var. Onların heç biri çalışmadan qazanır. Onlar bilmədən iman edənlərdir. Necə olur? Yəni bu adamlar inanır ki, mən çox çalışmadan da pul mənə gəlməlidir. Və istər kainat sistemi, istər yaradıcı sistem, o baxmır bu legaldır ya illegaldır, bu halaldır ya haramdır, verir. İnanırsan verir. Çünki sənin konstitusiyanla ora eyni cür deyil. Yəni sənin doğrunla. Ayzo sənin doğrunla oranın doğrusu eyni deyil. Orada pul bir enerjidir. Kim bunu inanırsa ona axır. Aha. Elə bu suyu atmısan krandan su axır. Elə axacaq. O baxmır bu doğru mu eləyir, yanlış mı eləyir. İnancı təsdiqlədinsə gələcək. İman gətirdinsə ki, həqiqətən ruzini verən sənsən. Mənə qətiyyən öz zəhmətimlə vermə, ha, ancaq səndən gəlsin. Dedinsə verəcək. İnancımı dəyişirsən. Sadəcə insanlar elə baxır ki, misal biri bunu pis yöndə işlədi, bu gələn pul axınını da, nə bilim, mənfi bir iş görüb, rüşvət alıb, insanları aldadıb, aha, bu yöndə eləyib deyə insanlarda qorxu qalıb ki, birdən belə eləyirəm. Amma bu o demək deyil ki, elə bütün pul olanlar da elə eləmir ki. Hə. Bunun 5-i eləsə də 450 dənəsi müsbət yöndə idi. Bir şirkət qurur, çörək zavodu açır, lavaş texası açır. Yəni